Please relax. Sen gel ya. Yaşayın yaptın. Media Liga. Bak edilen meydan yanı fit çalınır ve oyuna hazır. Senede ulduzlar var kamera çakir tarih yazır. Tribuna coşur hey hey fan klub ses ver gelsin avansın. Susma ses ver ses ver kamon verin gazı. Baytus içine ben şeyini çıkar. Baytus damarında delik kanı yakar. Ay 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 gelir ya bro gelir ya. Aynen. Ayaz kimdi lan şu an? Tamirlan. Sen cırıq cırıq. Самую линию возьму. Нашу линию все защиты со мной. Keçdi, oyunu saxlayıram, gətirəm, sübürəm, 30 liram deyirəm, bu necə olur ya, Ребята, короче, давайте, я пока не сказать, кто где играет, ребята. Давай про Шалар кидаем. Она где? Она, ты играешь на воротах сегодня. Arkadaşı Elcan, Vagif sol dengi, Tanrıman Ümidov sağ, Erkin hücumda oyun oldu bizde, birinci oyun oldu. Çok prinsipiyal geldiler oynamağa birbirine. Bir oyun olmadı. Elə bir ki Perviliqanın adı hansısa bir oyunu idi. Hamı udmaq istəyirdi. Demirəm udmaq istəməyə, amma bizim əsas məqsədimiz sizin hər birinizi buraya yığmaq ki, sizin hər biriniz öz sahəmizdə nəsə nail olmuş adamlarsınız. Futbolçular burada maşallah legendarlı futbolçulardır. Vüqar Bərbalayev biz bütün bu Bijuxaya 7 il qabaq Muxtarla başlayanda ilk bizə dəstək olan oynayan aktiv profesional futbolçuydu. Elə həmin gündən başladı, biz indi bunu yaratmağa qədər çatdıq. Ралик. Альфонсо, Мухзар, Алик. Здесь мирная линия, это линия Маннергейма здесь. Bir dənədən xahişim var, üstünüzdə yazılıb apar. Gedin oyunu aparın. Bir dənə xahiş edirəm artıq dərəcədə top ayağımıza keçəndə bütün polyanı qaçmayaq topla. Yormayaq. Все, давайте. Раз, два, три. Baş məqsimiz demişkən, sırf meydançaya yazı var, apar. Gedək apar. Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Ümid edirəm sağlamlığınız və əhvalınız tam olaraq yerindədir. Azərbaycan Media Liqasının ikinci mövsümünün ikinci yarımfinal oyunu Dakança Under Game oyununda hər birinizi salamlayırıq. Çox sayılı istəklərinizi nəzərə alaraq bu oyunu Ali Futbol və Tamirlan İmanov şərh edəcək. Günləri həqiqətən də bizi çox qızğın bir mübarizə gözləyir. İlk oyun o qədər də bol qollu alınmadı. İkinci yarımfinal isə həqiqətən də prinsipiallıq dərəcəsində heç də ilk oyuna fora desək vermirdi və bu oyundan da biz həqiqətən də böyük bir şou gözləyirdik. Vaxt itirmədən keçirik komandaların heyətlərinə. Tamirlan. Dakança komandasının heyəti qapıda Anar Məhərrəmov, Alfonso Dominguez, Vadim Kutukov, Rail Məlikov, Ruslan Aslanov, Biko, komandanın kapitanı Nugi, Ruslan Abışov, Ali Futbol, Niko və Coşqunə Əliyeva. Komandanın baş məşqçisi
Ələkbər Əliyev. Ay Allah, nə qədərdir bunlar. Və Takanca komandasının rəqibi Under Game komandası. Qapıda Əli Kərimov, Fidan Cəfərova, Vurğun Hüseynov, Vüqar Beybalayev, Uran, Tamirlan İmanov, Elcan Rəsulov komandanın kapitanı, İlqar Qurbanov, Bastep, Erkin Ergin və Vaqif Cavadov komandanın baş məşqçisi maestro Bəhram Bağırzadə. Kapitanlar topla qapını bölüşdürür. Hiss edirəm ki, orada bəzi kiloları da bölüşdürmürlər. Çünki hal-hazırda meydanda 117 kiloqramlıq Lamin Yamalı görəcəksiniz uşaqlar. Mən bunu elə belə demirəm. Alim Cəfərov öz fanatlarına yaxınlaşır. Onu dəstəkləməyə bugün düz 7 nəfər adam gəlmişdi. Bəli. Çox qızğın oyun gözləyir biz uşaqlar. Bunu tam əminliklə deyə bilərəm. Son hazırlıqlar, son öpüşlər və vaxt itirmədən oyunun start fiti səslənir və Takansa komandası hesabda irəli keçmək üçün oyuna başlayır. Coşqunə Vaqif Cavadovdan necə sıyrıldı. Burada Niko. Ruslan Abışovdan ötürmə, Nüqzar sağ cinahla irəliləyir. Onun çox yaxşı bir mövqeyisi var, irəliləyir. Cəmi medaşınıza daxil olur. Kimi gözləyirsən? Aynı götürmə. Niko yox, zərbəsi alınmadı. İlk təhlükəli epizod deyək Takansa komandasından gəldi və buna cavab Under Game komandası. İlqar Qurbanov. El Capitano. İlqar Qurbanov ən sevdiyi fəndləri bugün hamısını yerinə yetirdi. Vaqif Cavadov topladı, topu çevirir. Dominguez topu çıxardırdı və burada hakim cərimə zərbəsi təyin edir. Və bu əslində bizi də belə biraz qabağa getmək kimi olmasın, biraz buraxılışa baxmışdıq şərhdən öncə və bir sualım mənim var. Burada hansı epizodda biz əllə oyunu ümumiyyətlə görürdük? Yox idi mənim fikrimcə, bilməm Tamirlan buna razıdır yoxsa? Sən saydığını say, hakimin saydığına hamımız oyunda tabelik edirik. 100%. Və beləliklə Tamirlan İmanov cərimə zərbəsinin yerini götürür. Təhlükəlidir. Yaxşı Tamirlan, özü tərifləyə bilərsən. İcazə verin. Yaxşı zərbə alınmışdı həqiqətən də. Pis deyil idi əslində, amma top qapıya getmədi. Ona görə bunu biz yaddan çıxardıq. Və oyunun ilk təhlükəli epizodu əslində məhz Under Game komandasından gəldi. İlqar Qurbanov. Möhtəşəm ötürmə. Vaqif Cavadov, Vadim Kutukovu əzib keçir və Zərbə gol! Vaqif hələ də bacarır uşaqlar. Vaqif Cavadov göstərir ki, Vaqif Cavadov buradadır, çünki öz köynəyini göstərdi. Və qeyd etmək istəyirəm ki, çox güman ki, elə oyundakı olan müsaatla da göstərmək istəyirəm ki, hal-hazırda Vaqif Cavadov vaxtıdır. Həqiqətən də çox hiyləgər zərbə idi. Top ondan necə keçdi, pasa bax sən, nə olub pasa bax sən. Görün bizim Azərbaycan futbolu həqiqətən necə futbolçuları vaxtı yetişdirib. 1-0 Under Game komandası həqiqətən də oyun əsnasında deyə bilərik ki, gözlənilmədən hesabda irəli çıxır. Çünki həqiqətən də məhz Takansa komandası bu oyunun favoriti kimi hesab edilirdi. Under Game komandası doğrudan da oyundan qabaq underdog kimi deyə bilərik biz bu komandaya. Heç kim onlardan qələbə gözləmirdi, hətta qolun vurulmasını gözləmirdi. Vaqif Cavadov burada keçdi artıq şou göstərməyə. Coşqunə çox yaxşı mübarizə aparırdı sənə deyim. Coşqunə yəni bir mənalı olaraq göstərdi ki, heç bir futbolçunun qabağında burada yeməyəcək və həqiqətən də ona halal. Amma burada Vaqif gülür də yəni. Hələ də gülür. Və hakimə məncə öz etirazlarını bildirir. Lakin Vaqif müəllim o deyildi. O deyildi. Oy. Biko ötürmə sağ cinaha. Nikonun zərbəsi və Ali Kərimov. Ali futbol orada nə əl qatıb özə mənim başım çıxır. Mənə də çatmadı, yəni deyəsən qazonu yoxlamaq istəyirdi ki, keyfiyyəti necədir. Ya da ki 100% ondan qabaq Fede Valverde'nin videolarına baxmışdı. Yəni çox amma Ali Kərimov bu məqamda çox gözəl topu çıxartdı və beləliklə oyunun ilk aha, bu nə baş verir? Sən oynamağı Gəlin dinləyək. Sən oynamağın bizə lazım deyil. Biz Kaç var ayağıma top deyim ben. mənim ayağıma top dəyib. Biz bura eğlenceye geldik. Eğlence de öz top gelsin eğlence ben deyim de. Niko topu götürür, ötürməsi Ali irəlilədi, Ali. Fidan yeri gəlmişkən bugün sağ cinahda bu oyunda məhz hamının yuxusuna girdi. Gecə yatanda hamının qorxulu yuxusuna girdi, çünki
Fidanı keçmək mümkün deyil idi. Mən deməzdim ki, məndə qorxulu yuxu assosiasiyası verir, amma yenə də İlqarla Vaqif günlər həqiqətən də şov etməyə çıxmışlar və həqiqətən də birinci oyundan fərqli olaraq biz bu oyunda həqiqətən Nuqzar yaxşı mövqedən zərbə vurur və top necə də qapıya daxil olmadı. Çox maraqlı məsələdir ki, oyun əsnasında Nugi özü də toplardan biraz elə bir ki, gileylənirdi, amma zərbə də oradan çox yaxşı. Komandamızın süperstarı Emil Musayev Çəkildi. Hərmə zərbəsini tez başladılar. Nugi pas verir. Niko topu aşırır və burada nə var idi? Vüqar Beybalayev birinci növbədə topu qapıdan çıxartdı, amma bu epizoda mən yenə də baxardım və bir daha da təkrardan baxmaq istəyirəm bu epizoda. Mən şəxsən Takansa komandasının üzvü olduğuma görə demirəm, amma mənə elə gəlir ki, burada penal vermək olardı əslində. Offside yox idi. Offside də yox idi. Topu da yaxşı atmışdı. Sürət o sürət deyil idi. Əlinin ona... Amma kontakt var idi və kontakt topa deyildi. Ona görə də penalti vermək. Məncə də burada penal var idi, lakin hakim oyunu davam etdirdi. Siz də şərhlərdə yazın. Bu məqamda penalti var idi yoxsa yox burada. Fəxri ilə Dominguez. Olimpiya medalçısı, Avrovision iştirakçısını az qala nakauta göndərirdi. Fəxri, bu futboldur. Fəxri, olur burada belə şeylər. Fəxri sonradan başa düşdü ki, qarşısında boksçudur, yəni buna gördü ki, Elcandan əsəbi baxışlar. İlqar Fəxri burada qəşəng göstərdi və keçdi. Fəxri, Avrovision'da belə fintlər göstərsəydin, bəlkə də finala çıxardın. Bikodan Alliyə pas. Alli keçir, Alli vurur, amma yox. Top qapıdan keçmir və ümumiyyətlə zərbə alınmadı. Vurdun sən orada, nəyə deyəsən. Ruslan Abışov topu göndərmək istəyirdi. Top qaldı qabağında, qapıya zərbə, Əli də oradan da çox yaxşı idi. Ümumiyyətlə, Əli keçən mövsümlə bağlı, yəni müqayisədə həqiqətən də çox artırmışdı və bizim bu kiçik bir prinsipimiz vardı oyunda, həqiqətən də sübut elədi ki, hal-hazırda o istənilən prinsipi falan qoyuruq qırağa, Əli hal-hazırda bütün suallara cavab verdi. Fantastik zərbəyə fantastik seyv idi bu. Çox möhtəşəm. Çox əla. Əli, halaldır sənə. Əli sənə bir dənə qonaqlıq. Küncdən zərbə olacaq. İndi Aron topu küncdən cərimə meydançasına ötürür. Nikonun zərbəsi alınmır. Tamir Olmudov topu uzaqlaşdırmaq istəyir. Vurğun Hüseynov həmçinin topu cərimə meydançasına uzaqlaşdırmaq istəyirsə top Abışovun qarşısına düşür. Biko bir hərəkət, iki hərəkət yox. Bax Biko, sənin üçün təkrarlar. Burada mən sənin ayağına dəymişəm qaqaş. Bu nə hərəkət? Bir saniyə. Burada bir dənə Hakim desən getdi bu. Bu jestə getdi və qayda pozuntusunu qeydə aldı və Əli Kərimov canlı sətdi qurur. Bikodan zərbə yox, alınmadı. Hücum davam edir. Biko ötürmə Ruslan Abışov. Daha bir zərbə. Top Vurğun Hüseynova düşür. Ali onu ilə mübarizə topu alır. Ötürməsi geriyə. Burada yenidən Biko. Bikodan ötürmə Nuqzara. Nuqzar dabanı ilə Ruslan Abışovu tapır. Daha bir ötürmə. Yaxşı fikirləşmişdi, amma Vüqar Beybalayev bu ötürməni oxudu. Vüqar Beybalayev də yeri gəlmişkən karyerasını çox tez bitirdi. Nuqzar sən nə? Ay Nuqzar saxla. Nuqzardan ötürmə və Vüqar Beybalayev yenə də topu çıxardır bütün oyun olduğu kimi. Ruslandan ötürmə Bikoya. Biko sağ cinahda Nikon tapır və baxın görün nə qədər vaxt və məsafə var Nikoda ötürmə etmək üçün. Nuqzar Kvirtiya ötürmə Ruslan Abışova vuracaqmı? Yox, vurmadı. Alliyə topu ötürür. Alli vurur. Alim Cəfər topu qaytarır. Biko ötürmə yoxsa nə idi bu? Nikoya. Niko qapıya zərbə vurur və yenə də Alim. Bu epizodda Alimi qeyd eləmək lazım çünki Ruslanın yanında idi. Gəldi Alim topun qarşısına aldı. Hələ bir Nikon topuna da çatdı. Bravo. Takansa komandası getdikcə hesabda geri olduğuna görə öz təzyiqini artırırdı rəqib komandasının qapısı qarşısında və bu bir sıra təhlükəli epizodlara gətirib çıxardıdır. Ruslan Abışov topu göndərir və Natiq İsmail çox yaxşı topu çıxardı və düzgün mövqedə idi. Küncdən zərbədən Nuqzarla Biko oyuna başlayırlar. Biko cərimə meydançasına daxil olur. Ötürməsi Niko! Bu çox təhlükəli idi. Bu da oradan da təhlükəli idi. Niko burada necə qapıya düşmədi bilmirəm, amma yaxşı ki düşmədi. Getdi və Vaqif Cavadov Undergame komandasının hücumunu başlayır, mərkəzlə irəliləyir. Vaqif Cavadov deyəsən yorulub artıq.
Yox, yorulmayıb. İlqar Qurbanova ötürməsini verir. Biko ondan topu almağa çalışır. İlqar Qurbanov, Fərid Talıblı, Tamirlan Umudov və Anar Məhərrəmov. Burada hər şey gözəl idi. Hər şey. Mən bir daha qeyd eləmək istəyirəm ki, zərbə öz yerində təbii ki, amma Anar mənim bu tip oyunlarda gördüyüm ən fenomenal qapıçılardan biridir. Mən əlinin, yəni performansını qəti surətdə aşağılamıram heç bir halda. Həqiqətən də fantastik oyun göstərdi, amma Anarın bax bu epizodda əks istiqamətdə gedən topa olan reaksiyası fantastikdir. Tamirlan neynəyəcək? Tamirlan Vadim Kutukovdan işıq sürəti ilə ayrılır. Topu ötürür Vurğun Hüseynova. Vurğundan Vaqifə. Vaqif qapıya zərbə. Rail Məlikovdan dönən top və Anar Məhərrəmov yenə. Anar. Ay Anar, sən niyə oynamırsan? Ay Anar. Anar məncə qayıtmalıdır. Çox yaxşı olardı ki, o qayıtsın və professional futbolunu oynasın. Həqiqətən də yendirəm. Az öncə dediyim bütün fikirlərə X2 vururam. Çox çətin zərbə idi və burada xüsusən də top səhv eləmirəmsə, Rail Məlikova dəymişdi. Hə, istiqamətini dəyişmişdi. Çox çətin zərbə idi. Bravo. Yeri gəlmişkən oyundan biraz diqqətimiz qaçdı və Undergame komandası cərimə zərbəsini yerinə yetirməyə hazırlaşır. Vaqif Cavvadov topu göndərir cərimə meydançasına və burada Vadim Kutukov oplanmağı ki, o çox yaxşı bacarır. Burada isə Alfonso Vurğun Hüseynova qarşı qaydanı pozdu. Abi mən qayda pozuntusu var. Mən baxırdı, yox, mən razı deyiləm. Bax ilk toxunuşa, yox. Bax burada bir daha burada bilməm olacaq yoxsa yox, amma hakimin qərarlarına topa ilk toxunuş mənə görə Alfonso'dan Vaqif Cavadov topu vurur və penalti. Burada əslində çox vacib bir məqam var. Biz ilk dəfə oyuna baxanda da bir çox bizim öz aramızda qırğınlarımız baş verdi. Yəni ilkin versiyaya görə top ələ dəyib, bəli. Amma burada Alfonso elə bir ki burada söhbətləri biraz qulaq asaq, sonra deyəcəm. Yəni təkrarlara baxa sonra. Yox. Məncə də Biko da onu izah edir ki, Alfonso burada üzünü bağlayırdı və zərbəyə baxaq. Bir dənə diqqətlə bax, iki əli ilə top üzünə. Bunu yəni Kutukov Vadim eləsəydi mən başa düşərdim də. İki əllə boksçudur da o əllə. Yox, iki əllə refleksdir də, topu qaytarmaq voleyboldakı kimi. Yəni burada tərtəmiz hər iki əlinə top dəyib, bu 100%lıq penaltidir. Əgər kimsə mənim fikrimlə razı deyilsə, bunu da şərhlərdə qeyd edin. Və hal-hazırda Undergame komandası xüsusi konsilium etdi və penaltinin necə yerinə yetiriləcəyini Elcanla məsləhətləşirlər. Elcana niyə görə kimsə nəsə məsləhət verir, mən bilmirəm. Elcan topa yaxınlaşır, vurur, Anar Məhərrəmov qaytarır, dönən top, Elcan və gol! Undergame komandası ilk hissənin sonuna yaxın ikinci topu Takanca komandasının qapısından keçirdir və öz üstünlüyünü artırır. Oy. Bax bu Elcan bax golunu vurdu. Balığını tutdu, davolmu. 100%, 117 kilogram Safrandaş torbu. Bu çox yaxşı idi Alim. Ya, bax burada yenə də anarlıq heç bir şey yox idi həqiqətən burada. İlk zərbəni qaytardı. Çox hiyləgər zərbə idi, birinci başlayaq ondan. Çünki Anar gözləmirdi ki, top məhz ora gedəcək və topu qaytarmaqda çətinlik çəkdi. Elcan da yenə də dönən topda birinci idi. Və bunu da çox mütləq şəkildə qeyd etmək lazımdır ki, qaydan topa reaksiya verməyə həqiqətən çox əla idi. Elcan! Ötürmə Tamirlan Umudov! Bundesliga yeni logo təyin eləyə bilərdik biz bu oyundan sonra Tamirlan. Elcanın Trivella ilə ötürməsində Tamirlan Umudovun zərbəsi. Bu top qapıdan keçsəydi, yadımda birinci oyunda Rauf Əliyevin qolunu demişdim, yaddan çıxardım bu gol. Bu Media Liga tarixində vurula biləcək ən fantastik gol olmalı. 100 milyon, hə? Milyard faiz. Biko, Takanca komandası acil şəkildə artıq görsənir və hər epizodu qapıdan keçirməyi istəyir, lakin Əli bu günləri bir mənalı olaraq yox dedi və ilk hissə elə məhz bu hesabla da tamamlanır. Вообще команда здесь нету почему-то. Даем пас впереди нападающему, не просто так вам даем сюда. Дайте, скиньте, да, сюда. Руслан бежит, Бико бежит, дайте сюда, скиньте. Зачем надо было? Вы ворота бьете, брат, что вы? На себя дело тащите? Я da kömeğliyim. Çok kömeliyim. Şılaf uydu, orada böyle düzgün bak. Çiçek kömeliyle yap. Vergi yok.
Yok, çok hücum edirlər. Главное, команда, да, сыграть. В прошлом сезоне мы играли команду, поэтому все забили у нас. Bir daha hamı otursun uşaqlar. Razılar kanala. Bəyəm mənim heç kimi görmür, nəsə çağırıb söz deməyəm. Oyun vaxtı minlə şey demək istəyir, axır yerə oturur. Və oyuna girəndə onsuz da deyirlər, çağırır da uşaqları. Mən prosta bilsən necə, mən birinci oyunun fikrində yaşayırıq. Bunlar əməlli başlı yığırlar oyuncularını, otururlar deyirlər ki, biz aparırıq oyunu. Elə deyir axı. Bu çox biz zub ekran, uşaqlar çox biz zub oynuyor. Ulan Hasan bir dənə. Gəl sən bir dənə göstər, danışırıq sonra da. Birinci time yaxşı bilirəm oynamayanlar var. İndi çalışarıq maksimum dərəcədə hamını oynadaq. Hər şey yaxşıdır, prosta indi əsas konfliktə dala çatdırmayaq. Çünki İmrani nabzvoci. İndi bunlar orada deyəcək ki, çıxırıq, bilək bunlar bizə qarşı belə oynayır, elə oynayır, çıxırıq öldürməyə. Qalbama oyun əvvəli çıxacaqlar, qoldu bay-boy. Oldu bravo. 17'sine hamımız oynamak istəyirsə oynayaq. Hayır. Oynamaq istəmirsinizsə 100 Olmaz, o yok kostümün sahibidir. Жизнь всегда состоит из трудных падений, да, и сегодня ваше падение. Команда, которая они до сих пор боятся, даже выигрывая 2-0, они нас боятся. Они боятся того момента, когда мы проснемся. Oyun əvvəli çıxacaqlar, Nugzar zat aləm dəybin də orada bir-birinə. Yusuf Nugzar indi hamı orada bir xaç edir ki, bura oynayın, pas oynayın, zat zırtdır. 5-10 dəqiqə çıxırıq, yəni Zadze gramotla oynayırıq. Ben satarım. Yani yaxşı pul təklifi olsa, Yok, bizim komandamız hep suat satma. yaxşı pul təklifini açıram. Soyunub geyinmə otağında baş verənləri azdan çoxdan gördünüz. Hər iki komanda tamamilə fərqli əhval-ruhiyyədə idilər və bu əhval-ruhiyyə ilə də komandalar ikinci hissəyə çıxırlar və Tamirlan İmanovu görüyor hal-hazırda karyerasının pik nöqtəsini yaşayır. Bizim Skybox-da dəyərli partnyorlarımız və sponsorlarımız da əyləşmişdi. Onlar oyunu izləyirdilər və həqiqətən də ümid edirik ki, bu oyunlar onlara əsl şou yaşada bildik. İkinci hissəyə hazırlıq tam olaraq bitdi və Vaqif Cavadov fitdən sonra topu Takança komandasına ötürür. Biko topu ötürür Nicata. Ayaqlar arasından topu keçirir Ruslanın. Vurğun Hüseynovla mübarizədə Coşqun Ədal hazırda. Coşqun Əliyeva sağ janatdan topu ötürür. Niko ötürmə cərmə meydançasına və burada Nugzarla Fidan arasındakı olan qızğın mübarizə gedir və Fidan Nugi mənə gülməklə deyir qardaş, bu qıza qarşı oynamaq həqiqətən də çox çətindir. Fidan bravo. İlqar Qurbanov 3 nəfərin arasındadır. İlqar Qurbanov Tamirlan Ümidova pas verir. Tamirlan Ümidovdan zərbə Anar. Anar yenə də əla reaksiya göstərir. Və burada qeyd eləmək lazım ki, gol olsaydı oyundan kənar vəziyyət var idi. Düzdür, yan hakim bunu qeyd etməmişdi, amma yenə də Takança komandası hücumunu davam edir. Nicat ötürməsi alınmadı və Vaqif Cavadov topu ələ keçirir. Biko ilə mübarizədə Biko yerdə qalır. Və burada Tamirlan müəllim, sizin bu məqamla bağlı şərhinizi qətiyyətlə gözləyirəm. Sizcə burada ümumiyyətlə təmas var idi, yoxsa yox idi? Yəni ilk hissədə Bikonun yıxılmağından sonra mən artıq ona inanmıram. Yox, mən Bikonun yıxılmağına inanıb inanmamağı demirəm, amma burada təmas var idi və yaxşı halda bu sarı vərəqədir. Biko ötürməsi mərkəzə, Ruslan Abışov, Nugzarı tapdı, Nugi variantlar axtarır, Coşqunə, daha bir ötürmə, Ruslan Abışovdan ötürmə, Bikoya, Biko zərbə! Biko bunu necə qaçırdı? Biko bu epizodda Bu necə gol olmadı? Bu necə gol olmadı, da necə gol olmadı? Və oyunun qırılma epizodlarından biridir, bəli. O məqam gəldi çıxdı. Emil Musayev meydanda da hal-hazırda və bunu mən əbəs yerə demirəm. Nugzar cinahdan ötürməsi Ruslan Abışova. Ruslandan elegant ötürmə Emil Ali özümə. Bir daha indi burada studiyada da başıma üzmə vururam. Çünki bu epizodda necə topu qapıdan keçirə bilmədimsə bir mən bilirəm. Bir də yəqin ki top. Bax, bir məqama da toxunmaq istəyirəm. Sən gol vurmamağı qoyduq qurağa. Emil Musayevdə bir naxış var ki, hər dəfə meydana çıxanda düz qapının qabağında onun bir momenti yaranır. 100%. Və bu
topun qapıdan keçməməsi mənə elə gəlir ki, onun qırılma nöqtələrindən biri idi. İlqar Qurbanovdan künc dərbəsi, Vaqif Cavadov topu vururdu, amma bu elə bir ki, İlqara da pas kimi görsənərdi. Coşqunə cinahla irəliləyir. Coşqunənin sürətinə bax. Vurğun Hüseynovun qarşısında. Coşqunə burada nə edəcək? Ötürmə vermək istəyirdi. Top Vurğundan qayıdır. Yenə də Coşqunəyə düşür. Coşqunə burada dabanla da keçmək istəsə də Vurğun yıxılır. Top Coşqunədə qalır. Coşqunə topu göndərir və Fidanla mübarizədə Alli yenə də uduzur. Ümumiyyətlə bu epizodda turnirin iki ən hündür boylu futbolçularının mübarizəsini gördünüz siz. Alınmadı. Vüqar Beybalayev ötürmə, Vaqif Cavadov. Oy çox sərt mübarizə idi burada. Ruslan məncə Fidanı görmürdü. 100% Fidanı görmürdü. Çünki çox ağır. Bəli, xoşa gəlməz bir hal oldu. Futboldur burada olur və Ruslan özü də burada başa salır ki, mən onu sadəcə olaraq görmürdüm. Yaxşıdır. Vaqif Cavadov topla, Vaqif Cavadov artıq dayaq yarım müdafiəçisi mövqeyində oynayır. Topla irəliləyir. Vaqif Cavadovdan pas keçmədi. Ruslan Abışov topu uğurlayır. Ruslan Abışovdan Nikoya ötürmə. Niko yenə də topu Ruslan Abışova qaytarır. Zərbə və Əli Kərimov. Fəridin bu epizodunu sevdim də mən, yəni də Fərid fantastiksən. Həqiqətən də çox çətin zərbə və Əli yenidən çox yaxşı reaksiya göstərdi. Əli, belə baxıram ki, deyirlər qapıçı komandanın 50%-idir. Bu oyunda sən bizim komandanın rahat bir 70%-i idin. Ruslan, Nugi, zərbə üçün epizod axtarılır. Zərbəsi yox. Nugidə də bu günlərə alınmır. Ümumiyyətlə bütün Dakança komandası bu günləri sona kimi mübarizə aparsa da elə bir nəsə çatışmırdı komandada və biz bunun nümunələrini dəfələrlə meydanda görmüşük. Biko topu ötürür, amma itirir. Beybalayev, Bax, Under Game Dakança oyununun qısa tiziri bax bu epizoddaydı. Vüqar Beybalayevdan Tamirlan Ümidova pas. Tamirlan Ümidov Vadimi keçdi. Topu Alfonson sağına çəkdi, vurdu və qapı tiri. Çox yaxşı zərbə idi Tamirlan. Çox yaxşı keçdi, gördü, vurdu, amma biraz bəxtsizlik. Və fikir versənsə, oyunun bax bu epizodlarından sonra ümumiyyətlə bütün oyun əsnasında Under Game komandası kifayət qədər keyfiyyətli əks-hücum futbolu oynayırdı və Fidan bu ağır zədədən sonra qayıtdı meydana. Rahil Məlikov sol cinahdan irəli ötürməsi Nugi komanda yoldaşlarını axtarır, amma yeganə variant Rahil görsənir. Ötürmə Rahil topu qaytarır Nugzar 3 nəfərin arasına daxil olur. Vurğun Hüseynov topu götürür də Mallin qabaqda düşür və Fidan. Çox kritik müdaxilə. Ali, Fidan səni bugün mələtdi. Çox çətin idi həqiqətən və nəzərə alsaq ki, o zədədən qayıdıb oynayırdı. Tamirlanın çox belə möhtəşəm şəhləri var ki, dərhal bu şəhərləri işlədi və Tamirlan Umudov sol cinahdan cəzmə daşısına daxil olur. Zərbə məqamı axtarır, zərbəsini vurur. Anar topu qatarır, Səlimin zərbəsi alınmadı. İlqar Qurbanov 1-2 nə olur? Və salam. Samba de Janeiro. Və salam. Məncə bu qol tamamilə bu oyundakı olan o Dakança komandasının tabutuna son bəlkəmdə mismarı vurmalıydı. Bravo. İlqar Qurbanovda mən başqa cürə qol gözləmirdim. Fənd və no-look zərbə. İlqar sadəcə bravo. Sən futbolun gözəlliyini bizə göstərdin. Və həqiqətən də bax, az öncə dediyimiz o şou məqamlarını bax bu epizod. İlqar Qurbanov doldu. Axır ki vurdu, şaxlıq ardın yerinə yetdi. Artıq Dakança komandası başa düşür ki, oyun demək olar ki, əldən gedib. Səidin ötürməsi. Vurğun burada bir... Bir dəqiqə, sarı vərəqə, bir dəqiqə. Niyə sarı vərəqə uşaqlar? Niyə görə sarı vərəqə? Bu qırmızı vərəqədir uşaqlar. Vurğuna olan hörmətimə baxmayaraq, bu doğrudan da qırmızı idi. Yəni, sürətdə çatmadı, nədə çatmadı, amma açıq ayaqla ayağa zərbə bu sarı vərəqə deyil, yoldaş hakim. Və bəli, məhz bax, bu qırmızı vərəqə mənə gəlir ki,
vurğuna göstərilməli. Amma bu qırmızı topun oyuna daxil olmasından xəbər verir və qırmızı top 3 dəqiqə meydanda olacaq və qırmızı topla vurulan hər bir gol 2 sayılacaq. Dakansa komandası başa düşür ki, artıq vəziyyət kritikdir və vabank getmək lazımdır. Ona görə də məhz qırmızı topdan istifadə etdi. Ruslan Abışovdan zərbə, yox. Əli bu günləri bütün demək olar ki, zərbələrə yox dedi. Ruslan Abışov topla cinahda. Ruslan Abışovdan ötürmə. Niko və gol demək istəyirdim, amma yaxşı ki demədim. Hesab 3-0 olaraq qalır. Niko, sən burada necə qapıya düşə bilmədin? Onu xahiş edirəm, mənə sonra WhatsApp-da səsli mesaj olaraq göndərərsən. Yox, həqiqətən də bax, qırılma epizodları part 2. Çünki bu top qapıdan keçsəydi hesab 3-2 olurdu və gəl etiraf eləyək ki, bu hesabda Undergame komandası da rahat oynaya bilməyəcəkdi və Dakansa istər-istəməz öz üstünlüyünü, psixoloji üstünlüyünü qola çevirə bilərdi, amma təəssüflər olsun ki, alınmadı. Ruslan Abışov topla irəliləyir. Ötürməsi Nuqzara. Nuqzar bir toxunuş. Topu Arına buraxır. Arın ötürməsini verir. Top hara getdi? Alfonso topa çatır və Vakif Cavadov. Bu nə idi? Və necə sıyrıldı? Necə sıyrıldı? Mən Alfonso və bu epizodu görmək lazım idi uşaqlar. Bu epizodu İlqarın reaksiyası, Ələkbərin Vaqifi qucaqlaması. Alfonso bravo, həqiqətən də. Arın topu Nuqzara ötürürdü. Nuqzar topu itirdi. Top Vüqar Bəybalayevdadır. Vüqar Bəybalayevdan uzun ötürmə. İlqar Qurbanov topu buraxır Vakif Cavadova. Vakif Cavadov İlqar Qurbanova. İlqar Qurbanov irəliləyir. Qarşısında bir müdafiəçi var. İlqar çəkir topu. Tamirlan pas istəsə də ona pası vermir. İlqar Qurbanov ötürür Vurğun Hüseynova. Vurğundan zərbə və gol! 4-0. 4-0 uşaqlar. 4-0. Və bu heç bir halda fantastika sayılmalı deyil. Çünki həqiqətən də Undergame komandası bu günləri underdog kimi komanda oyunu nümayiş etdirdi və bir çoxlarının gözlədiyi o inanılmaz Dakansa komandasının qarşısını bax belə komanda oyunuyla. Bəli. 4. Nəs 4. Fansası yox. Məncə Vurğun Hüseynovun karyerasında vurduğu ən gözəl qollardan biri idi bu. Məncə də. Beləliklə biz asta-asta son çempionun süqutunu görürük burada. Tamirlan, Ali, şərhçilər, dost, qardaş girmədi bu oyunda. Ruslan Abışovdan Nuqzar Kvirtiyə ötürmə. Nuqzar Kvirtiyə Vüqar Bəybalayevin və Vurğun Hüseynovun önündədir. Nuqzar topu çəkir. Nuqzar nə inəyəcək? Nuqzar topu göndərir Bikoya. Biko topu qaldırır. Nuqzardan fantastik zərbə və Ali Kərimovdan fantastik save. Uşaqlar və Əli burada yəni meydanda canlı verdi də, həqiqətən də canlı verdi və orada fikir verirsinizsə ona artıq iynə falan da vururlar. Zərbə düzdür, o qədər də yaxşı alınmamışdı, amma gedən topu idi, Əli reaksiya verdi və çox pis yıxıldı həqiqətən də. Və oyunun sonraki müqəddəratında bu zədə öz əksini tapdı əslində. Məncə bu oyundan vurulmayan qollardan da gözəl bir video hazırlamaq olar. Çünki çox əla qollar ola bilərdi, amma olmadı. Ruslan Abışov topla irəliləyir mərkəzdən. Ruslan Abışov Bikoya ötürmə. Biko topu çəkir sağa. Zərbəsi və Əli Kərimov hətta bu zərbəni ayağı ilə dəf etdi. Əli deyir ki, daha əlim yoruldu, gəlin ayaqla da biraz qaytaraq. Coşqunədən daha bir zərbə. Yox. Dakansa komandası istəyir, amma alınmır. Ruslan Russo ilə toquşur. Orada oyun davam edir, top Nuqzardı. Aha, bir dəqiqə. Oy. 2 ağır çəkili. Burada əməli baş tərbiyyəyə gedir uşaqlar. Bəsdirin də uşaqlar, bəsdirin də. Biz də burada ürəyimiz. Orada zarafatsız mən oyunda elə bildim ki, mən də oyun vaxtı elə bildim ki, dava eləyirlər, lakin 3 saniyə keçəndən sonra başa düşdüm. Biraz uzartsaydılar amma daha maraqlı olardı. Nugi topla irəliləyir. Nugi Şugini keçir. Sağ cinahdan ötürülməsi, qapı qarşıda və Biko Dakansa komandasının təsəlli qolunu belə desək vurur. Nuqzar axır ki, bu oyunda bir məhsuldar hərəkət edir, ötürməsini edir və Biko boş qapıya topu. Fikir versən, orada da Fidan topa çata bilərdi. Bu qız həqiqətən də bu oyunda dayanmadı. Milli komandamız, mən yenə demişəm, qanadlılardan ibarət milli komandamız etibarlı ayaqlardadır.
4-1, amma bu təbii ki, mənə elə gəlir ki, heç bir şey dəyişmir. Erkini görürük biz meydanda. Oy, Erkin oy, şou oy. göstərmək istəyir. Lakin komanda yoldaşları onu anlamırlar. Top Nikoya gəlir çatır. Vüqar Bəybalayevdan sıyrılır. Vüqarı keçir və artıq Murad onu qarşılayır. Topu çəkir və penalti. Bu epizod gözlə. Valla, super. Yəni biz bəyaqları Ruslanla, deməli, Ruslanın davasına Oscar verirdi ya. Bu epizodda Niko sənə bir mənalı olaraq ilin ən yaxşı aktyoru vermək olar. Hər kəs inandırdı ki, burada penaltidir, amma məncə siz də görürsünüz ki, burada heç bir penalti yox idi və hətta orada oyun epizodunda bir qırğın da baş verir. Aha, burada nə baş verir? Ali ilə Niko nəyisə bölüşdürə bilmirlər Çox güman ki, topu da yəqin ki də Tamirlan, yox? top Nikodadır. Yəni topu da artışdırsaydınız, mən deyərdim ki, topu bölüşdürə bilmirlər. Ali burada nəyisə Nikoya izah etməyə çalışır, lakin izah edə bilmir və gedir. Mən təəssüflər olsun ki, bu epizoda heç bir şərh verə bilməyəcəm və Nikodan gol və bu oyun başa çatdı. Bəli, Takança komandası keçən sezonun çempionu bu oyunda Under Game komandasına 4-2 hesabı ilə məğlub olur və məhz Under Game komandası Azərbaycan Media Liqasının ikinci mövsümünün finalına vəsilə qazanan ikinci komanda olur. Bəli, komandalar sevinir, komandalar emosiyalarını göstərir. Yenidən dava eləmək istəyir. Yox, bu dəfə inanmırıq uşaqlar. Beləliklə çox fantastik atmosferdə keçən ikinci yarımfinal oyunu başa çatır. Bu isə Media Liqanın sonu deyil. Biz təbii ki, sizinlə finalda görüşəcəyik. Sizinlə mən idim Ali Futbol və mən Tamirlan İmanov. Nömrə 1. İmlə Bəhram Bağrızadənin yüngül ayağıdır. Bəs ona görə də biz qalib gəldik bugün. Tutduq. Rıqzar Əjdahadır. Bizə o fal atıyor. Ama sen de burada çekmiyorsun da. Ege çek şu zakı ben dedim çekmiyor. Bakla da söndür onu.